Salam əziz şagirdlər, videoya xoş gəldiniz. Bugün OTK-nın 9-lar üçün olan sınağına baxacağıq. 12 oktyabr 2025 tarixində olan bir sınaqdır. Çox maraqlı suallar var, elə bilirəm. Gəlin biz başlayaq suallara baxmağa. Siz ekranı hal-hazırda görürsünüz. Əla. Deməli, başlayırıq birinci sualımızdan. Bizə deyir ki, bu sualda ifadəsinin qiymətini hesablayın və diqqətlə baxsaz eyni vuruğu 2 dəfə veriblər. Biz də nə edə bilərik? 11,3-ü ortaq vuruq kimi çıxarsaq nə qalacaq? Birincidən qaldı 7,2, üzərinə gəlir. İkincidən qaldı 2,8. 7,2 ilə 2,8-in cəmi fikir versəz, yuvarlaq bir ədəddir. 10 alınacaq. 9, bəli 10 olur. Bəs 10-u vurduğumuz zaman belə bir vergüllü ədədə nə baş verirdi? Vergül bir vahid sağa gedirdi. Yəni 113 alınacaq. Doğru cavabımız B variantı. Yəni misal o cür fikirləşib ki, cavab yaxşı alınsın. 7,2 ilə 2,8-in cəmi 10 olduğunu görsəz, davamı rahatdır. 1 kiloqram 1 tonun neçə faizdir? Siz bilməlisiniz ki, 1 kiloqram 1 tonun neçə faizini tapmaq üçün əvvəlcə 1 ton 1000 kiloqramdır. Bu məlumat sizdə olmalıdır. İndi 1 kiloqram, bunu dəyişə bilərəm. 1000 kiloqramın neçə faizdir desəm, eyni şey olmurmu? 1 kiloqram 1 ton əvəzinə 1 kiloqram 1000 kiloqramın neçə faizdir deyə bilərəm. Yəni 1 1000-in neçə faizdir? A, B-ni neçə faiz deyəndə A-nı B-yə bölüb 100%-ə vururduq. Burada da 1-i böləcəm 1000-ə, vuracam 100%-ə. Nə baş verəcək? 2-dən 0-la 107 qaldı 1%. Yəni 0,1% deyə bilərik. Doğru cavabımız D variantı. 1 kiloqram 1000 kiloqramın neçə faizdir? Yəni 1 1000-in neçə faizdir? 1-i böldüm 1000-ə, 100%-ə vurdun. AM parçasının orta nöqtəsi NK-nın da orta nöqtəsi bəli. Deməli deyir ki, AM-in ortası N'dir. Yəni bu yarı bölünüb. Deyir ki, NK-nın da ortası M-dir. Bu da belə yarı bölünüb. MB parçasının ortası da K-dır. Bu da belə yarı bölünüb. Hə. Deməli, bərabər hissələrdir əslində. Diqqətlə baxın, gözəl bir sual deyilmi? Deyir ki, bizə AM-in ortası N-dir. Onda burada AN ilə NN bərabər deyilmi? Orta nöqtədirsə, buraya qədər əla. Sonra deyir ki, NK-nın da ortası M imiş. Onda NM də MK-ya bərabərdir, yarı bölüb. Sonra deyir ki, MB-nin də ortası K-dır. Onda bu da yarı bölündü. Deməli, orada 4 dənə bərabər parça var imiş. Deyir ki, AN bölünsün MB-ni tap. AN bizdə hardadır uşaqlar? AN məsələn 1-dirsə, NB nədir? 3-dür. Çünki bərabər deyil, məsələn, x deyə bilmərəmmi buna? 4 dənə bərabər parça var. AN bir dənə x-dir. NB isə 3 dənə x-dir. 1 dənə x bölü 3 dənə x. X-lər gedər, burada 1 qalar, burada 3. 1 bölü 3 yəni. Doğru cavabımız B variantı. Maraqlı bir sual bu, fikir verin. Gəldik bura. Bu bərabərlik deyir ki, nə zaman doğru olar? Biz də gəlin bunu hesablayaq. 34-də. A dövrdə A deməkdir bu. Biz buradakı ədədləri hesablaya bilərik. Sağa ataram bunu. A dövrdə A bərabərdir. 50-ni əvvəl 9-a bölsək nə alarıq? Deməli, 5 dəfə 9-da 5. Yəni 45 tam bölünür, 5 qalıq qalır. Çıxılsın 3 tam 3də 1 mi oldu bu? Yəqin ki, 3də 1-dir. Onda bunu da yuxarısını aşağısını 3-ə vuraram ki, hesablaya bilim bunu. 5-dən 3 çıxaram, 2 tam. Əslində birbaşa yazmayım. Bir dəfə də burada 3 tam 9-da 3 yazandan sonra 5-dən 3 çıxsam 2, 9-da 5-dən 9-da 3 çıxsam 9-da 2 alaram. İndi 9-da 2 necə yazmaq olar uşaqlar? Dövrdə 2 yazmaq olmazmı? Yazmaq olar. Deməli, burada A dövrdə A, 2 dövrdə 2. A deməli nəymiş? 2 imiş. Hə, deyə bilərsin, müəllim, mən bunu çevirmişdim. Sən bunu çevirsən nə yazarsan? Yazarsan A, bir də 9-da, üzr istəyirəm, 9-da A, 2 yox, 9-da A. Çünki burada A dövr eləyir, 9-da A yazırdıq da. Bu da bərabərdirsə 2 tam 9-da 2-yə. Məsələn, bunu eləmədim bu dəfə, fərqli cür yanaşıram. Hə, buradan rahat görünür ki, A-mız 2 imiş, başqa da şansımız yoxdur. O cürdə demək olar, bu cürdə demək olar, fərq yoxdur. 12-nin natural bölənləri çoxluğu A, 12-dən kiçik sadə ədədlər çoxluğu isə B olarsa, kəsməni tapın. Yəni ki, burada kəsməmiz 2 olacaq da. Çünki niyə? Bizdə 12-nin natural bölənlərində sadə hansılar var? 2 və 3 varsa, demək ki, kəsmə odur. İndi gəlin, həqiqətən nə demək istədiyimizi izah eləyək. A çoxluğu 12-nin natural bölənləridir. Yəni 1, 2, 3, sonra 4, 6, bir də 12 mi var? Bəli. Vuranda düz gəldi. Aha. B nə olacaq? 12-dən kiçik sadə ədədlər. Yəni 2 var orada, bir də 3 var. 2, 3, bir də 5. Hə, kəsməni mən fikirləşirəm, hamısını yazaq. 1-dən 12-yə qədər 2 var, 3 var, 4 olmaz, 5 var, 6 olmaz, 7 var, 8, 9,
10, bir də 11 var. Bunu yazdıq. İndi kəsmə istədiyi üçün bayaq dediyimiz kimi 2 dənə niyə demişdim? Çünki 12-nin böləni olan sadə ədədlər 2 dənədir. 5 12-nin böləni deyil ki, mən onu fikirləşim. Mən sadəcə 12-nin bölənlərindən hansılar sadədir, onu fikirləşirəm. Çünki 12-dən kiçik sadə ədədlərlə 12-nin bölənləri üçün ortaq bir kəsmə axtarıram. O da fikirləşirəm ki, nə olmalıdır? Həm 12-ni bölməlidir, həm də sadə olmalıdır. 12-nin də 2 dənə sadə böləni var, 2 və 3. Ona görə cavabımız 2-dir. Baxan kimi görmək olur əslində bunu bir müddət sonra. Uzunluğu 48 km olan yolun 6/5 hissəsi asfaltlandıqdan sonra yolun asfaltlanmayan hissəsinin uzunluğunu tapın. Çox sadə. 6/5-i asfaltlanıbsa, hansı hissə asfaltlanmayıb? Müəllim 6/1-i. Onda 48-in 6/1-ini tap. Vuracam 6/1-ə. 8, doğru cavabımız B variantı. Demək ki, asfaltlanan hissəni bilirəmsə, asfaltlanmayan tapmaq üçün 6'da 6'dır bütöv yolumuz. 6/5-ə əgər asfaltlanıbsa, 6/1-i asfaltlanmayıb. 48-in 6/1-ini tapdıq. Məsələ bitdi. Baxaq 37-yə. 37 bizim sevdiyimiz suallardandır. Bu sual tipləri çox maraqlıdır çünki uşaqlar. Baxın, burada biz alfaya nə deyə bilərik? 2K deyərik. Beta da nədir? 7K'dır. Özü verməyib, alfanın betaya nisbəti 2/7-dirsə, biz həmişə burada alfaya 2K, betaya 7K deyirik. Bunu deyəndən sonra fikir verin. İndi bu beta bucağı ilə buradakı bucaq qarşılıqlı bucaqlar deyilmi? Burada 7K olar onda. Onda bəs bu iki bucaq necə bucaqlardır? Daxili bir tərəfli bucaqlardır. Yəni 2K ilə 7K'nın cəmi 180 dərəcə olmalıdır. Çünki daxili bucaqların cəmi 180, daxili bir tərəfli bucaqların cəmi 180 dərəcə olurdu. Nə zaman? A ilə B paraleldirsə təbii ki. Onu da bizə verib əslində şərt olaraq. 9K bərabər 180 deyəcəm. K bərabər 20 tapdım. Deməli, buradan da 40 və 140 demək olar. O da bizdən elə betanı istədiyi üçün fikir verin. Beta 7K deyildimi burada? Biz betaya 7K demişik, alfa 2. K-nı tapandan sonra yerinə yazdım. Məsələ bitdi əslində. 140-ın 40-a. Kəsməsi boş olmayan A və B çoxluqları üçün şıxlənmiş hissədə olan elementlərin sayına uyğun ifadələri müəyyən edin. Burada uşaqlar fikir verirsəz, 3 dənə dilim var ümumiyyətlə belə suallarda. Bir A ilə B-nin fərqi, əgər bura A-dırsa, bura B-dirsə. Orta hissə A ilə B-nin kəsməsidir. A ilə B-nin fərqi demək yalnız A-da olan elementlər deməkdir. Burada isə B ilə A-nın fərqi, bu da nə olacaq? Yalnız B-də olan elementlər. İndi bu bizə deyir ki, bu hissə üçün A ilə B-nin fərqi, B ilə A-nın fərqi, bəli, bunu elə göstərdik də. Biri budur, biri bu. Bir doğrudur, bu heç. İkinci üçün deyir ki, NA üstəgəl MB kəsməni çıx. Bu da doğrudur. Çünki niyə uşaqlar? Bax, fikir verin. NA ilə MB-ni toplasaq, amma orada o yox, düz olmadı. İkinci düz deyil. Çünki niyə? Deyir ki, NA üstəgəl MB. İndi fikir verin. NA nədən ibarətdir? NA müəllim bərabərdir. A ilə B-nin fərqi üzərinə gəl A ilə B-nin kəsməsi. Elə deyilmi? Bu NA-dır da bütövlükdə. Bəs MB nədir? Yenə bunların cəmi MB bərabərdir bu dəfə NA ilə üzr istəyirəm, B ilə A-nın fərqi üzərinə gəl kəsmə. Elə deyilmi? Bax, MB budur, ikisinin cəmidir, bunları götürürsən. NA isə bu biridir, götürürsən. Deməli, 2 dəfə sayacaqsan. İndi bunları mən toplasam, nə baş verdi? Deyə bilərsən ki, mənim burada oldu. İkisinin cəmi, yəni NA üstəgəl MB bərabər oldu. NA ilə B-nin fərqi üzərinə gəl NB ilə A-nın fərqi. Bir də mənim 2 dənə kəsişmə. Elə deyilmi? 2 dənə kəsişmə oldu. O deyir ki, bir dənə kəsişmə çıxsam, bu qalar. Xeyr, 2 dənə çıxsan qalar. 2 dənə olsaydı, bax bu cəmdən, hansı ki, cəm bu deyilmi? Eyni şey deyilmi? Bizə bunu verib də. 2 dənə kəsişmə çıxsan, bəli, biz deyən qalacaq. Amma bu səhvdir. 2 niyə səhv oldu? Çünki kəsmə bir dəfə çıxıldığı zaman bir dənəsi qalır. Çünki NA üstəgəl MB kəsmə 2 dəfə sayıldı. Birini çıxdı, yenə biri qaldı axı. İkisini də çıxmalısan ki, yalnız kənarlar qalsın. Gəldim burada A ilə B-nin birləşməsindən A ilə B-nin kəsməsini çıxanda bu doğrudur. Çünki niyə? Düstur kimi də bunu əzbərləyə bilərsiniz. Və burada birləşmə nədir uşaqlar? Birləşmə üçünün cəmidir. Birləşmə deyəndə nə başa düşürəm? A ilə B-nin fərqi, A ilə B-nin kəsməsi, bir də B ilə A-nın fərqi. Buradan bu kəsmənin çıxdığın zaman nə qalır? İkisinin cəmi qalır. Ona görə 3 doğrudur. 1 və 3. D variantı. Həqiqətən maraqlı sualdır ki, uşaqlar çoxluğu tam anlayıblar, yoxsa yox. A təkdir, B cütdürsə ifadələrin qiyməti hansında tək olacaq? Deməli, bu suallar üçün asan üsul nə idi? Biz A-ya, məsələn, nə deyə bilərik? 3 deyək, B-yə də 2 deyək. Çünki niyə? A tək olsun, B cüt olsun. Düzdür, bu dəqiq üsul deyil. Yəni, səhv olmayacaq, amma daha yaxşı üsul odur ki, A-ya məsələn 2K üstəgəl 1 deyəsən, B-yə 2K deyəsən, təklik cütlüyün düsturunu bilirsiniz. Biz daha sadə olsun deyə belə dedik. Bax, AB üstü AB. AB nə olacaq? 2 vur 3. Qüvvətində yenə 2 vur 3. Bu da nə oldu?
6 üstü 6. Təbii ki, bu nə oldu? Cüt oldu. Çünki 6-nı özü-özünə nə qədər vursan cavab cütdür. 6 cütdür axı. Cütü nəyə vursa yenə təzədən cütü verər bizə. Bu getdi. 2A üstəgəl B. Deməli 2A üstəgəl B. Əslində burada uşaqlar qüvvətin bir rolu varmı bizim üçün? Qüvvətin bir rolu yoxdur. Çünki niyə? Sən məsələn cüt ədədi hansı qüvvətə yüksəldirsən yüksəlt, o yenə də cütdür. Çünki 6-nı öz-özünə nə qədər vursan yenə cavab cüt olacaq. Çünki 6 cütdür axı. Məsələn 5 təkdir. 5-i öz-özünə 1000 dəfə vursan, o cüt olarmı? Olmayacaq. 5 vur, 5 vur, 5. 2 vurğu yaranmır ki orada. Ona görə qüvvətin bizim üçün əslində bir rolu yoxdur bu suallarda. Heç bir qüvvətə baxmaya bilərsiniz. Siz sadəcə nəyə baxa bilərsiniz? İçəri baxa bilərsiniz. Məsələn 2A üstəgəl B. A-ya 3 ver, B-yə 2 ver. 2 vur 3 üzərinə gəl ki, nə oldu? Oldu 8. Cütdür getdi. Cütdürsə at. Çünki cütün istənilən qüvvəti cütdür təzədən. Natural qüvvətdən söhbət gedir. 2A üstəgəl B. Yəni burada 3 verək, buna 2 verək. Cavab nə oldu? 8 oldu, getdi. Eyni şeydir. A üstəgəl B. 3 üstəgəl 2 5 olmadı mı? Bəli. 5-in üstündə təzədən A deyir bizə. Güya 5-in üstündə B olsa nə olar ki? 5 tək olduğu üçün qüvvətinin bir fərqi yoxdur. Təkin qüvvəti onsuz da təkdir. 100 dəfə də öz-özünə vursan, 5 vur, 5 vur, 5 vur, 5 vur, 5. 2 yaranacaqmı orada? Yox. 2 vuruğu yoxsa avtomatik nə oldu? Tək olaraq qalır. Deməli doğru cavabımız D variantı. Burada yenə də fikir verin. 4 vur 3 üzərinə gəl 2. Bu da oldu 14. Təbii ki, cütdür getdi. Doğru cavabımız D variantı. Deməli nə etdik? Qüvvətə baxmadıq. Çünki təkin istənilən qüvvəti, istənilən natural qüvvəti təkdir. Cütün də istənilən natural qüvvəti cütdür. Ona görə qüvvətin bir önəmi yoxdur. Bax maraqlı bir şey öyrənmiş oldunuz. Bilməyənlər üçün. İfadəsinin qiymətini direkt hesablayın. Deməli burada uşaqlar biz qarışıq ədədi nəyəsə vura bilmərik. Nə etməliyik onu? Çevirməliyik düzgün olmayan kəsrə. 3 vur 4 12 o da 3. 15 burada oldu. Vurulsun 8 böl 15. Sağ olsunlar qəşəng veriblər bunu. 2 tam altta 1 nə edəcəm? 2 vur 6 12 üstəgəl 1 13 oldu. Vurulsun 3 böl 26. 15'lər getdi. 8 ilə 4 getdi. Burada 2 qaldı. 13 ilə 26 getdi. Burada 2 qaldı. 6 ilə 3 getdi. Burada 2 qaldı. Nə aldıq? Burada ancaq 1'lər qalmışdı. Yuxarıda 2 qaldı. Burada isə 2 vur 2, yəni 4'də 1 qaldı. 2 üstəgəl. 4'də 1 nə deməkdir? %25 deməkdir. Yuxarıdan aşağıdan 25'ə vuranda bunu aydın görmək olur. Deməli 2 üstəgəl %25, yəni 2 tam %25 desəm doğru cavabımız B variantı. Sadə hesablama sualı idi. Çox bir hekayəsi yoxdur bu sualın. 41-ci suala baxaq. Deyir ki, AOD çıx BOD 30 dərəcədir. Heç tələsmirəm. AOD-yə bir x bucağı deyirəm, BOD-yə bir y bucağı deyirəm. Nə deyir bizə? X minus y 30 dərəcədir. Bəs biz nə bilirik? Biz də bilirik ki, müəllim, bu açıq bucaq əmələ gətirdiyi üçün x ilə y-in cəmi 180 dərəcədir. Razıyıqmı bundan? Qonşu bucaqlardaq. Ona görə cəmləri 180 dərəcə olacaq. Toplasam y-lər gedir. 2x bərabərdir 210, x bərabər 105. Nə istəyir bizdən? BOC-ni. Biz nəyi tapdıq? X-i tapdıq. X buraydı. Bunu silirəm. Bura 105 idi. Deyir BOC. BOC ilə AOD necə bucaqlardır? Müəllim, qarşılıqlı bucaqlardır. Ona görə onlar nədir? Bərabərdir. Hətta məsələn burada nə gedə bilərdik ki, müəllim biz y-i tapmışdıq. Nə tapmışdıq? 105 isə bunun qonşusu nə qədər olacaq? 75. Cəmi 180 dərəcə olsun. Təzədən 75-in qonşusu yenə 105 olacaq da. Belə gedir. Qonşular. 42. 7-yə böldükdə natamam qisməti 4 olan ən böyük natural ədədi tapın. Çox gözəl suallardandır bu da. Bir ədəd var, x olsun. 7-yə bölürəm, natamam qismət 4-dür, qalığı bilmirəm. Yəni, məsələ oradakı qalıqdır. 7-yə böldüyümüz zaman uşağı maksimum qalıq nə ola bilər? Məsələn, 10 ola bilərmi? 7-yə bölündə mənim qalıq necə 10 qalar ki? 10 axı təzədən 7-yə bölünür, qalıq 3 qalardı onda, onu bölərdik. Demək ki, bizdə mütləq bölən qalıqdan böyük olmalıdır. 7-yə böldüyün zaman qalıq maksimum 6 qala bilər. 5 qala bilər, 4 qala bilər, amma 7 qala bilməz, 8, 9 olmaz. 7 və 7-dən böyüklər olmaz. Deməli 6 qala bilər. Maksimum qalıq 6-dır. Niyə maksimum yazdım? Çünki deyir ki, ən böyük natural ədədi tap. Normalda burada x bərabərdir. 7 vur 4. Üzərinə gəl. 7 vur 4 yaz. Üzərinə gəl, qalıq deyəcəm. Qalıq da maksimum 6 olduğu üçün 28 üstəgəl 6 bərabər 34 demək olar. Məsələ deməli burada nə oldu? Ən böyük qiyməti tapmaq üçün deməli vurduq, qalığın maksimum qiymətini 6-nı götürdük. Gözəl sualdır. Düz təkrar suallardandır. 70 dərəcəli bucağı qonşu olan bucağı tapın. Hədiyyə sualdır. Cəmi 180 dərəcə olan 110 dərəcə. Qonşu bucaq nə idi? Bax fikir verin. Bir şuanın açıq bucağı nə elədim? 2 dənə bucağı ayırdım. Biri 70-dirsə, o biri də onun qonşusu olması üçün cəmləri 180 dərəcə olmalıdır. Belə hədiyyə suallar da olmalıdır. Çünki həqiqətən buraxılışda da belə hədiyyə suallar olur 9-un imtahanında. Deyir ki, ABC müsbət ədədləri üçün 3A bərabər 4B bərabər 5C. Məsələn, bu sual tipi əslində hara düşmüşdü? 11-lərə ya da 10-lara düşmüşdü. Əgər ona baxmışdınızsa,
Nə oldu? Bunu rahat yaza bilərsiniz. Bunu izah eləmişdim məktubda. Ona görə çalışın ki, 10-11-lərə də baxın. Uzağa nəyisə anlamayacaqsınız, amma anlayacağınız da bir çox şey var. Hansı ki, məsələn, bu 9 səviyyəsində bir sualdır. 9-a da salıblar. 3A bərabər 4B bərabər 5-sə. Bunlara əküb nədir uşaqlar? Belə sualda həmişə əküb axtarırıq. 3, 4, 5-ə əküb 60 olmayacaqmı? 60 deyəcəm. 60K deyə bilərikmi? Deyə bilərsiniz, bir önəmi yoxdur. 60K desəz, 3-ü nəyə vuranda 60K olar? 60K bölü 3, 20K-ya. 60K-nı 4-ə böl, bu dəfə 15K-ya. 60K-nı 5-ə böl, bu da 12K-ya. Vuranda nə olacaq? 60K təzədən olacaq. Bura qədər əla. Yenə deyirəm, K deməsəz də problem yoxdur. Çünki burada nisbət var deyə o K-lar ixtisar edəcək. B üstə gəlsə, bizim B-miz 15K-dır. Bizim C-miz 12K-dır. Bizim A-mız 20K-dır. Çıxılsın B-miz nədir? Təzədən 15K. Yuxarıda oldu 27K, aşağıda oldu 5K. K-lar getdi. 27-ni 5-ə bölmək üçün nə edəcəm uşaqlar? Aşağıdan yuxarıda 2-yə vuraram. 54 bölü 10, bir dənə vergül sola, 5 onda 4. Hər şeyin asan bir üsulu var imiş. Gəldik 45-ə. A və B natural ədədləri üçün A bölü 3, 4 böl B-dir. A bölü 3 bərabər 4 böl B. Onda biz nə deyə bilərik burada? Deyə bilərik ki, mənim orta ədədlərin hasili kənar ədədlərin hasilinə bərabərdir. Yəni A vur B bərabərdir 3 dəfə 4. Onda A vur B bərabər 12 imiş. Bax, A və B natural onsuz da deməli. Deməlisə bu misalı həll edə bilmərik. A üstəgəl B cəminin ən böyük qiymətini tapın. İndi mən də fikirləşirəm ki, A vur B cəminin ən böyük qiymətini tapmaq üçün mən vuruqları necə götürə bilərəm? Onsuz da hasil 12 isə çox şansımız yoxdur. 1 vur 12 deyə bilərsən, çünki natural deyil axı. 2 vur 6 deyə bilərsən, 3 vur 4 deyə bilərsən. Mənim 4 vur 3 eyni şeydir onsuz da. 4, 3, 6, 2, 12, 1 eyni şeydir. 3 dənə müxtəlif hal var. Bəs bunların cəmi nə olur? Birinci halda A-ya 1 dedim, B-yə 12 ya da B-yə 12, A-ya 1 desən eyni şeydir. 1 üstəgəl 12, cavabı aldıq 13. Burada 2 üstəgəl 6, cavabı aldın 8. Burada isə 3 üstəgəl 4, cavabı aldın 7. Maksimum harda oldu? 13-də oldu. Demək ki, əslində biz bunu deyirik uşaqlara qayda kimi, amma bunu məntiqini də anlaya bilərik ki, nə qədər vuruqları bir-birinə uzaq saxlasan, o qədər hasil deməli, daha doğrusu cəm böyük olur. Əgər hasil sabitdirsə, vuruqları bir-birinə uzaq tut. Məsələn, 3 və 4 yaxında axı bir-birinə. Bir fərq var da. 2 və 6 biraz uzaq, 4 fərq var. 12 və 1 lap uzaqdır. Nə qədər uzaq olsa, o qədər cəm böyük olur. Əyani olaraq gördük. 46. 3 elementi olan A çoxluğu 5 elementi olan B çoxluğunun az çoxluğu olarsa. Çətin sual deyil. Demək ki, NA bərabər imiş 3-ə, MB isə bərabər imiş nəyə? 5-ə. 3 element, 5 element. A ilə B-nin kəsməsi. İndi burada bir əlavə məlumat verib ki bizə. A, B-nin alt çoxluğudur. Ona mən belə bir çoxluq yazıram. İçində başqa bir çoxluq. Bu nə olacaq? A olacaq, bu nə olacaq? B. A çoxluğu B-nin daxilində oldu. İndi uşaqlar, biri o birinin alt çoxluğudursa, bu A-da olan 3 element həm də B-də var. A ilə B-də 3 element ortaqdır. Çünki A çoxluğu B-nin alt çoxluğudur demək, mən A çoxluğunu B-nin elementlərindən düzəltmişəm deməkdir. Ona görə A-da olan həmin o 3 element B-də də var. Çünki oradan götürüb düzəltmişəm bu çoxluğu. Əlavə 2 element bura qalmadı mı? Niyə? Çünki B-də 5 element var axı. 3-ü ortaqdır, ikisi ortaq olmayacaq. Bura qədər razıyıq mı? Əla. Deyir ki, A ilə B-nin kəsməsi adı üstündə hər ikisində ortaq 3 element var. Onda kəsməmiz 3 oldu. Birləşmə nə olacaq? Birləşmə də buranı bütöv rəngləmirik mi? Həm A-nı, həm B-ni. Orada 5 olmurmu? Cavabımız 5. Çünki ikisinin birləşməsi təzədən bizə B-ni verməzmi? A B-nin daxilindədirsə, birləşmə təzədən nəyi verər? B-ni verər. Bu sanki əkuba oxşuyur. 4 ilə 12-nin əkubu nədir? 12-dir. Bəs əbubu nədir? 4-dür. Əbub kəsmə, əkub birləşmə kimi fikirləşin. O cür yadda saxlaya bilərsiniz. Biri o birinin böləni olduğu zaman, biri o birinin alt çoxluğu olduğu zaman fikirləşəcəyik. Əkub böyük çoxluq, əbub kiçik olacaq. Məsələn, burada kəsmə nə oldu? Kəsmə, kiçik çoxluqdan kəsmədən söhbət gedir. Bu oldu 3. Birləşmə nə oldu? 5. Böyük ədəd birləşmə, kiçik ədəd deməli kəsmə oldu. 60 ədədinin 60%, sualı bitirdikmi biz? 3 üstəgəl 5, 8. Bunu da deyim. Düz dedikdə bəli. 60 ədədinin 60%, vurulsun %60, 60%-ni tapmaq üçün A-ya, 70 ədədinin 70% isə vuracam %70-ə, B olarsa, B mühünsağını tapın. Çətin sualdır bu, deməzdim. Çünki niyə? Çox qəşən, bu 0-dan bu 0 getir, bu 0-dan bu 0, 6 vur 6, 36. A-nı tapdım 36. Burada isə bu 0-dan bu 0, bu 0-dan bu 0, 7 vur 7. Bu da bizə B-ni verdi, yəni 49. B mühünsağ deyirsə 49 çıx 36, cavabımız nə olacaq? 13 olacaq.
Məsələ bitdi. B-13-müş. AB və CD iki rəqəmli ədədləri üçün belə bir şərt verilib bizə. Yəni biz bunu açaq uşaqlar. AB üstü xətti açsaq 10A üstəgəl B, CD üstü xətti açsaq 10C üstəgəl D, üstəgəl 9B var idi. 80 çıxılsın 9D olacaq. Ondan sonra gəlin hesablayaq da uşaqlar. 9D-ni bu tərəfə ataq. Bax 10A var. Başqa A varmı burada? Yoxdur. 10A qaldı yerində. Bunu atdım. Atdım yəni səliqəli yazıram yəni. B üstəgəl 9B nə oldu? Bu da 10B oldu. Razıyıqmı? Yəqin ki. 10C var burada. Bununla da işimiz yoxdur. Mənfi 9D bura gəlsə nə olar? Müsbət 9D olar. Bir dənə burada D var. Bu da 10D olmadı mı? Əla, qaldı 80. Bunu da bura atdıq. Bu da oldu. Müsbət 9 toplandı. Hamısını topladım. İndi fikir verin. Solda hamısından 10-u ortaq çıxarsaq, qalacaq A üstəgəl, B üstəgəl, C üstəgəl D bərabər 80. Onda bu cəm bizə nəyi verər uşaqlar? 80-i müəllim 10-a bölərik. Cavabımız 8. Məsələ bitdi. 2 dənə 8 cavabı var imiş. Gəldim 49-a. Uyğun tərəfləri perpendikulyar olan iki bucağın dərəcə ölçüləri 7/8 nisbətində olarsa, kiçik bucağın dərəcə ölçüsünü tapın. Uyğun tərəfləri perpendikulyar yaxud paralel. Bizim üçün fərqi yoxdur. İki bucaq ya bərabərdir. Bir şansımız bu. Deyək ki, onların cəmi 180 dərəcə. Elə deyilmi? İki şansımız vardı hər iki hal üçün. Deyir ki, nisbətləri 7/8-dir. İndi bunlar bərabərdirsə nisbət nə olar? Müəllim 1-in 1-i olar. Çünki bərabərdir. Eyni bucaqda. Niyə 1-in 5-ə olsun ki? Eynidir. İkisi də eynidir. 2 eynidir. Məsələn, 10-un 10-a nisbət nədir? 1/1. 5-in 5-ə 1/1. 7-nin 7-yə 1/1. Bu da o cür. Onda bu hal mümkün olmadı. Çünki şərt düz gəlmədi də. O 7/8-dir, mən 1-in 1-ə deyirəm. Deməli eyni deyilmiş. Amma bu hala baxa bilərik. İndi bunların nisbəti əgər 7/8-dirsə, məsələn, alfa bölü beta bərabər 7K 7K yox, 7/8 deyək, sonra K-ları özümüzdən deyirik. 7-ni 8-ədirsə, onda mən alfaya 7K, betaya 8K deyə bilərəm. Hə müəllim, hardan bildiniz? Bəlkə beta nə fərqi var ki? Fərqi yoxdur. Onsuz da ikisindən biri kiçikdir. Dəqiq bir şey deyil onsuz da. Mən özüm belə dedim, sən denən ki, yox müəllim, mən birinci betanı yazıram, olsun, problem yoxdur. 7K, 8K. Alfanın yerinə 7K yazdım, betanın yerinə 8K yazdım, bərabər 180. Topladım oldu 15K bərabər 180. K tapıldı 1, 12. K 12 dərəcəymiş. İndi 7 vur 12 84 dərəcə, 8 vur 12 96 dərəcə. Kiçik bucaq hansı oldu? 84 dərəcə. İndi fərqi var idi ki, hansı alfa, hansı beta? Yoxdur. İkisindən biri kiçikdir, o da 84 dərəcədir. Onu da buradan tapmış olduq. Səhv deməyək sonra, hə. Gəldik 50-yə. A üstəgəl B cəmini tapın. Burada uşaqlar əslində yaxşı olar ki, biz nə edək bunu? Düzdür, bunu alt adı toplamaqla desəm biraz problem olacaq. Dövrlərə və s. baxacaq. Elə ondansa belə eləyək. 12 tam. Burada dövrdə olan rəqəmlərə görə 9'lar yazırıq. Dövrdə olmayana görə 0 yazırdıq axırlarda. Ondan sonra biz bütöv ədədi yazırıq bura. 3, 4, 5, 6 çıxırdıq nəyi? Vergüllə mötərizə arasında olan ədədi. Nə varsa orada onu çıxırdıq. B isə nədir? 87 tam. Yenə də 3 dənə 9, 5, 4, 3-ə görə. Mötərizə daxil olan rəqəmlərə görə, yəni dövr edən rəqəmlərə görə 9'lar yazıram. Vergüllə mötərizə arasında olan rəqəmə görə 0 yazıram. Sonra isə bütöv bu vergüldən sonraki ədəddən 6543-dən çıxıram bu 6-nı. Şimdi deyə bilər ki, müəllim, mənim yadımda qalmır nəyi çıxmalıyam. Bəzən çaşıb məsələn buranı çıxıram desə, sizə belə bir şey deyə bilərəm uşaqlar. Bax bu 6 olmasaydı biz buna necə bir ad vermişdik? Saf dövrü onluq kəsir. 6 gəldiyi zaman nə olurdu? Qarışıq dövrü onluq kəsir. Bizə problem yaradan nədir burada? Bu 6 deməli 6-nı çıxmalısı. O olmasaydı saf dövrü kəsir olardı. O cür yadda salın ki, problem yaradanı çıxıram. İndi buradan tapacağım 12 tam 9990 9990 çıxanda isə 3453 alacaq. Burada isə 87 tam 9990 çıxanda nə olacaq? 6005 43-dən 6 çıxır uşaqlar. 37 mi olur? Bəli. İndi bu ikisini toplamaq lazımdır. Çünki niyə bizə deyir ki, A üstəgəl B-ni tap? A üstəgəl B də uşaqlar nə olacaq? 12 üstəgəl 87 oldu 99. Burada isə 9990. Bax bunları gəlin burada alt-alta toplayın. Düzdür, bilirəm nə verəcək bizə axırda. Çünki misal elə qruplar ki, biz nə edək? Bunu çox asanlıqla hesablayaq. 3 üstəgəl 7 0 1 yadda. 5 üstəgəl 3 8 o da 1 9. 5 üstəgəl 4 9 6 üstəgəl 3 9. Demək ki, nə oldu? 9990. Onda nə deyəcəm? Üstəgəl bu da bizə 1-i vermirmi? Cavabımız 100 oldu. Üstəgəlmə hardan gəldi desəz uşaqlar? Ümumiyyətlə 1 tam 4'də 1 nə deməkdir? 1 üstəgəl 4'də 1 demək deyilmi?
Bu yazılış eyni yazılışdır. 1 tam 4'te 1 ilə 1 üstə eqal 4'te 1 eyni şeydir. Çünki tamla kəsr isə qarşı tərəfdə biz nə edirik? Tamla kəsrin cəminə. Ona görə belə yazmaq olar. Cavabımız oldu burada 100. Yaxşı bir misal, ancaq hesablamadı. Deyir ki, OD şüası AOS düzbucağının tən bölənib. Bir AOS düzbucağımız olsun. Bura A'dır, bura O'dur, bura S'dir. OD şüasını çəkdim. İndi bu tən böləndirsə necə böləcək bunu uşaqlar? 45 dərəcə, 45 dərəcə. OY şüası isə AOD'nin, yəni bu bucağın tən böləniymiş. O da bunu necə böləcək? 45'i 2'ye bölərik. Olacaq 22/5 dərəcə. Burada 22/5, burada 22/5 dərəcə. SOY bucağının dərəcə ölçüsünü tapın. SOY. Bura Y deyildimi? Bəli. SOY da bura deyilmi uşaqlar? Yəni 45-dən 22/5-in cəmi. Bunları cəmləməz. Burada anlaşılmayan nəsə varmı? Yarı böldüm. Orada 22/5 qaldı. Burada da 45 qalmışdı. Deyir ki 45-dən 22/5-in, yəni SOY-nin cəmini tap. Bura bir 0 yaza bilərsiniz özünüzdən. Vergül çünki burada qalmalıdır. 5 üstə eqal 2, 7, bu da 6. 67/5. Məsələ bitdi. 52'ye baxaq. Birinci qutuda olan kürəciklərin 30%, ikinci qutuda olan kürəciklərin isə 60% ağ rənglidir. Bu birinci qutumuz olsun, bu da ikinci olsun. Nə deyək bunlara? Məsələn, buna X deyək, buna Y deyək, tutaq ki. Bunun 30%, yəni X-in 30%. X-in 30% nədir uşaqlar? X-i vuracaqsınız %30'a. Nə olacaq bu? 10'da 3X buradan aldınız. Bir də ikincinin də 60% ağ rənglidir. Yəni o da olacaq Y vurulsun %60, yəni 10'da 6'sı ağ rənglidir. Bunu tapdım. Deyir ki, bu iki qutuda olan kürəciklərin 55% ağ rəngli olarsa, birinci qutuda olan ağ kürəciklər ikinci qutuda olan ağ kürəciklərin neçə faizini təşkil edir? Gözəl sual. Birinci burada nə fikirləşirəm? Deyirəm ki, ikisi birlikdə ağ kürəciklər bütün kürəciklərin 55%-dir. Yəni bütün kürəciklər X üstə gəl Y-dir. Bəs ağ kürəciklər nə qədər idi? 10'da 3X buradan gəlir, 10'da 6Y də buradan gəlmirmi? İndi bunu vuranda 100%'ə, bu bizə verməlidir 55%. Mən daha qısa olsun deyə bərabərdir %55 yazıram. 55% mi? Yuxarı aşağının 55% isə yuxarını aşağıya böləndə %55 almalısan. Həm də 55% nəyə bərabərdir? 100'ə bölmürdük mü biz bunu? Deyirik ki, faizi ədədə çevirmək üçün 100'ə bölmək lazımdır. %55 deməkdir. Yəni bu cür düşünmək olar. Qeyd kimi buradan dedim. İndi bunları çarpaz vuracağım. İxtisar aparmadan. Çünki niyə? Vergül var axı. Vergüllər getsin. 100'ü vuranda 10'da 3X-ə 30X. 100'ü vuranda 10'da 6Y-ə 60Y bərabər 55X. Görünürmü burada? Hə. Üzərinə gəl 55Y. Sonra bunu bura ataq, bunu bura ataq. 60'dan çıxsaq 55'i 5Y qaldı. 55'dən çıxsaq 30'u 25X qaldı. Hamısını bölsək 5'ə Y bərabər 5X olmayacaq mı? Sol sağa 5'ə böləndə. Bunu tapdım. Bu yadımızda qalsın. İndi görək bizdə sual nə idi? Bizə deyir ki, birinci qutuda olan ağ kürəciklər, yəni 10'da 3X, ikinci qutuda olan ağ kürəcikləri, yəni 10'da 6Y-in neçə faizdir? Bunu çevirmək üçün faizi 100%-ə vurmaq lazımdır. Buraya qədər anlayırıq mı? Əla. İndi baxın, biz Y-in yerinə 5X yaza bilmərikmi? Yaza bilərik. İndi onu yazacağım. Amma ondan əlavə belə bir şey deyim sizə. Baxın, 10'da 3-dən 10'da 6-nı təzədən 10'da 3-ə bölsəm nə olur? 10'da 3 özünə bir dəfə, 10'da 6 isə 2 dəfə 10'da 3 olduğu üçün 2 dəfə olur. 2-də deməli 2 vur Y, yuxarıda X vur 100. Nəhayət uzatmıram. Y-in yerinə 5X yazsam, vur 100%. X-lər getdi. 100 yuxarı gəldi. Aşağıda isə 2 vur 5, 10 var. 100'ü də ona böləndə 10% alacaq. Gözəl sual dəqiqdir. Deməli biz burada A-nın sadə vuruqlarını bilirik və B-nin sadə vuruqlarını bilirik. Deyir ki, A-nın sadə vuruqları bax biri, deməli 2-dir, biri 3-dür. Həm A-da, həm B-də var. Hər ikisində 2 və 3 var. Elə deyilmi? Həm A-da var, həm B-də var. Deyir ki, A-da 2-dən 5 dənə var. Bax, gəldim, 2-dən 5 dənə var. B-də isə 2-dən 3 dənə var. A-da 3-dən 4 dənə var. B-də isə 3-dən 7 dənə var. Bura qədər anlayır. Bax, A-ya baxsaz 2-dən 5 dənə, 3-dən 4 dənə var. 2 üstü 5, 3 üstü 4. B-yə baxanda B-də 2-dən 3 dənə var, 3-dən isə 7 dənə var. Bunu tapdıq. İndi əbub AB tapın. Biz də bilirdik ki, uşaqlar, əbub tapanda belə 2 ədəd üçün nə yazırdıq biz? Qüvvəti kiçik olan götürülürdü. Əbubda.
ortaq vuruqların qüvvətinin kiçik olanı götürdük. Vurulsun. Bərabərdir. 2-lərdən hansının qüvvəti kiçikdir? 2 üstü 3-ün. Bəs 3-lərdən 3 üstü 4-ün. 2 üstü 3 8-dir. 3 üstü 4 nədir uşaqlar? 81-dirmi? 8 və 81 649 mu olar görəsən? 8 vur 81 640 648 9 aradan gəldi. 648 64 bəli. Məsələ buradan bitdi. Elə bunu mu soruşurdu? Əbu Babəni tapın. Bəli. 54-ə baxaq. 54 sevdiyimiz suallardan. Biz bunları uzadırdıq həmişə. Baxın bizə deyir ki, alfa 20 dərəcədir. Ona mən bunu buradan silə bilərəmmi? 20 yazaram bura. Beta nəymiş? 80 dərəcə. Bunu silə bilərəmmi? Belə silə bilib, belə silərəm. Bu da 80 dərəcəymiş. Razıyıqmı? Bəli. Bax, bunu uzadaram belə. Biz nə demişdik? Sola baxan, sağa baxan məsələsi. Sola baxanların cəmi bizə sağa baxanı verir. Elə deyilmi? Bax, buradakı bucağıma. Bununla qarışdırmayın, bununla əlaqəli deyil. Bunu belə uzatsaz, sola baxanlar var, sağa baxan var. İndi bura 80, bura 20-dirsə, 80 çıx 20 bizə nəyi verir? 60 verir. Bura 60 deyərikmi? Sola baxanlar nə oldu? 20 və 60. Topladan 80 aldım. Bura qədər düzdür. İndi bu da qama nədir? 60-ın qonşusu. Onda nə olacaq qama? 60-ın qonşususa 180 çıx 60, 120. Bunu anlayırıqmı? Birinci həllimizdir bu. İndi kim nəyi bəyənsə özü bilər. Bunu tapdıq. Sonra başqa bir həll deyək bura. Deyirəm ki, belə eləyir uşaqlar. Bunu belə uzadıram. Bura 20-dirsə bunun qonşusu nə oldu? 160 oldu mu? Bəli. İndi belə bir qayda bilirdik biz. Qələm ucu qaydası. Bu üç bucağın cəmi nə idi? 360 dərəcə. Bax 160, 80 və qamanın cəmi 360-dırsa nə deyə bilərsiniz? 360. İkisinin cəmi əlim 240. Üstə əgər qama bərabər 360, onda qama nə oldu? 120 dərəcə ki, cəm düzəlsin. İkinci həllimiz hələ bitmədi. Amma oradakı 80 və 20-ni silmək istəmirəm, onlar qalsın hər dəfə. Sonra nə edə bilərəm uşaqlar? Deyə bilərəm ki, belə eləyək. Bunu yenə axıra qədər uzadaq. Bu 80-i də axıra qədər uzatdım. Gəlib çıxdı bura. İndi burada daxili çarpazlıq varmı uşaqlar? Bu buna paraleldir. İndi buradakı xətt düz fikirləşində düz çəkmişəm. Daxili çarpazlıq varmı Z qaydasından? Var. 20 hara gəldi? 20 gəldi bura. Və 80-in qonşusu nədir? 100 dərəcə olacaq. İndi bir üç bucaqda hər hansı bir xarici bucaq nəyə bərabərdir? Özünə qonşu olmayan iki daxili bucağın cəmi, yəni 120. Həm də deyə bilərsiniz ki, mənim bura 20, bura 100-dürsə, bura qalar 60. 60-ın qonşusu 120. Bu cür baxmaq olar. Bitdimi? Xeyr. Bir dənə həll deyək. Deyək ki, bu dəfə də belə bir həm A-ya, həm də B-yə paralel bir xətt çəkirəm. Hardan çəkirəm? Bu kəsmə nöqtəsindən. Belə bir xətt çəkirəm. Bunlara paralel. Bax, bura 20-dirsə, daxili çarpazlıqdan bax, burada 20-dirmi? Daxili çarpazlıq. Axı, bura bir 80 idi. Yuxarı 20 olsa aşağı nə qaldı? 60 qaldı. 60 ilə qama necə bucaqlardır? Daxili bir tərəfli bucaqlardır. Əgər bura 60-dır, burada nə olacaq? Onu 180-ə tamamlayan 120 dərəcə. Daha da uzatmaq olar, amma məncə kifayətdir. Bunlardan birini yazsınız, onda tam bal alacaqsınız. İzahı ilə amma necə eləmədiniz yazmalısınız. Yəni, birbaşa cavab yazmayın, 0 baldır sadəcə cavab. İzah eləmək lazımdır. Bunu bizə verib 90 dərəcə, bunu bizə verib 150 dərəcə. Nə edərəm? Məsələn, bunu uzadaram axıra qədər. Bu xətti. B xəttini uzatdım. Bura 150-dirsə uşaqlar. Bu da 150 olmayacaqmı? Nəyə əsasən müəllim? Daxili bir tərəfliliyə görə. Üzr istəyirəm. Uyğun bucaqlara görə. Daxili bir tərəfli başqa məsələdir. Onu da deyərik. Uyğun bucaqlara görə nə oldu? Orada 150 olmalıdır. Nə oldu? Sürüşdü aşağı. Paraleldir axı. Bunlar bir-birinə. Aynən B paraleldir. İndi bu bucaq nə olmalıdır bəs? 3 bucağın hər hansı bir xarici bucağı özünə qonşu olmayan iki daxili bucağın cəmidir. X tapıldı nə? 60 dərəcə. Burada 60 olsa qonşusu 120 dərəcədir. Deyə bilər ki, müəllim, mən bu xassəni bilmirdim, nə edə bilərəm? 150-nin qonşusu nədir uşaqlar? 30 dərəcə deyilmi? 30, 90, burada nə qaldı? 60. 60-ın qonşusu nədir? 120 dərəcə. Bu cür getmək olardı. İndi başqa bir həll də deyək. Bu kiməsə belə qəribə gələ bilər. Bax, bu nöqtədən bir paralel çəkirəm. Bu iki xəttlər. Bu da S olsun. S də bunlara paralel olsun. S də bunlara paraleldir. Bax, bura əgər 150-dirsə, bu bucaqla bu 150 necə bucaqlardır? Müəllim, daxili bir tərəfli. Ona bura nə olacaq? 30 dərəcə. İndi 30, 90, açıq bucağın 180 dərəcə olması üçün bura nə olmalıdır? 60 dərəcə. Bura 60 isə beta nə olacaq? Daxili bir tərəfli daxil. 120 dərəcə. Məsələ bitdi. Başqa bir şey deyə bilərsiniz. Məsələn, buradan deyək ki, bunu gördük. Onu düzəldim. Buranın 150 olduğunu bildin. Bura nə olacaq bütövlükdə? Axı daxili çarpazlıq var.
Bu iki bucaq daxili çarpaz deyil mi Z qaydasına görə? Ona bura 150 olmalıdır. Bura 90 demiş axı. Nə qaldı yerdə? 60 qaldı ki, bütöv 150 olsun. 90 orada var, 60 da burada. Yenə 60 ilə bu daxili göstərir. Yenə uşaqlar bunu uzatmaq olar, belə eləyərsən, 3 bucaq düzəldərsən məsələn. Bunu da mı deyək? Bu da düzdür, bu daha da belə çətinləşdirdi getdikcə məsələni, amma eybi yox. Uzadaram məsələn bunu belə. Bunu bura birləşdirdim. Birləşdirdim. Ha. İndi bura 150 deyildimi? Bunun qonşu nə oldu? 30 dərəcə. 30, 90, bura 60 olmadı mı? Bəli. İndi fikir verin. Bura 60 da, burada 60 deyilmi? Hardan bildim? Çünki bunlar daxili çarpazdır. Z qaydası. Axı uzantı ilə gedib nə kəsib? A ilə B kəsib də. A ilə B axı paraleldir. A ilə B kəsilməyib. Sadəcə onları kəsən bir xətt var daha doğrusu. Bu məsələn D xətti A ilə B-ni kəsib. Onda daxili çarpazlıqdan 60, 60-ın da qonşusu yenə 120 dərəcə. Yəni çox şey tapmaq olar burada. Bu misal elədir ki, hardan gedirsən, gəlirsən, axır ki cavabı alırsan. Gözəl sual tipidir. Belə uşaqlar, ümid edirəm sizə faydalı oldu. Videonu bəyənməyi, paylaşmağı, şərh yazmağı unutmayın. Sağ olun, özünüzə yaxşı baxın. Növbəti videolarda görüşənədək.